Salam dəyərli izləyicilər. Mən Nigar Məmmədova, psixoloq, Qüsursuz Nitq Psixologiya Mərkəzinin baş psixoloqu. Biz mərkəz olaraq qərar verdik ki, valideynlərimizə, hər kəsə, uşaqlara, böyüklərə, yaşından asılı olmayaraq maraqlı olan psixoloji, pedaqoji və loqopedik mövzularda podkastlar çəkək və sizlərə təqdim edək. Bugün bizim çox dəyərli bir qonağımız var. Qüsursuz Nitq Psixologiya Mərkəzinin baş inklüziv şöbə rəhbəri Humay xanım. Humay xanım, xoş gəlmisiniz. Təşəkkür edirəm, dəyərli Nigar xanım. Buradan bütün izləyicilərimizi salamlayıram. Mən Humay Nəzərli, Qüsursuz Nitq Mərkəzinin baş inklüziv təhsil mütəxəssisiyəm. Bugün vurğuladığınız kimi çox faydalı mövzulara toxunacağıq. Təşəkkür edirəm. Bəli, Humay xanım, biz birlikdə çalışırıq və mərkəzimizə müraciət edən uşaqlarla istər pedaqoji, istər psixoloji, istər nitq qüsurları, kompleks yanaşmalar edirik. Bu gün isə önəmli olan məktəb təhsilində əziyyət çəkən uşaqlardır. Biz bilirik ki, istər inkişafı normal olan, normal gedən, tam vaxtında danışmış, inkişaf etmiş, hər bir prosesi vaxtında olmuş uşaq belə məktəb dövründə əziyyət çəkə bilir oxumaqla bağlı. Eyni zamanda da inkişaf pozuntulu, sindromlu rast gəldiyimiz uşaqlar var ki, onlar da təəssüflər olsun ki, valideynlər bəlkə də məlumatsızlıqdan mı deyim, müəyyən bir nüanslara görə onları da təhsildən saxlayırlar. Belə bir qəribə inanc formalaşıb ki, əslində sindromu olan, məsəl üçün tutaq ki, autizm spektr pozuntusu olsun, istər Down sindromunda olan bir uşaq olsun, hər hansısa bir ləngimə və yaxud da zəka inkişaf kriteriyalarında geriləmə olan bir uşaq olsun, valideynlərdə belə bir tendensiya formalaşıb ki, biz uşaqlarımıza təhsil verə bilmərik ya da bəlkə də onlar bunu qəbul edə bilməz, yazı yaza bilməz, oxuya bilməz, hansı ki o gec dil açıb, gec anlayıb. Mən istəyirdim bugün sizin vasitənizlə bu belə deyək, yanlış düşüncəyə bir açıqlama gətirək. Mən özüm də bir psixoloq olaram, bilirəm ki, bu bizim incidici və yaralı yerimizdir, uşaqların təhsildən geri qalması. Nə deyərdiniz? Ümumiyyətlə, inklüziv təhsildə inkişafı normal gedən uşaqlarla, sırf yəni bilindik adi məktəblərə gedən uşaqlarla, inkişafında pozuntulu olan uşaqlar arasında hansı fərqlər var? Yanaşma metodları nələrdir? Bugün istəyirəm sizin bizə təqdim edəsiniz. Təşəkkür edirəm, çox gözəl vurğuluyursunuz. Hal-hazırda ölkəmizdə inklüziv təhsil layihəsi var. Hansı ki, ilkin vurğulamaq istəyirəm, inklüziv təhsil nədir? İnklüziv təhsil istər əlilliyi olan, yəni sağlamlıq imkanlarında müəyyən problemlər olan uşaqlar, istərsə də dini, etnik, cinsi fərq etmədən bütün uşaqların təhsil prosesinə cəlb olunmasıdır. Və bu insan hüquqlarına əsaslanaraq uşaqların bərabər hüquqlarla təhsil prosesinə cəlb olunur. Burada yeganə fərq ondadır ki, burada fərqli yanaşma metodları vardır. Biz məzmunu dəyişmədən fərqli metodlar tətbiq edərək uşaqları təhsil prosesinə, təlim prosesinə cəlb edirik. Və valideynlər daha çox inklüziv təhsilə müraciət etməmişdən öncə fikirlər yaranır onlardan və ya ətrafdan fikirlər eşidirlər ki, sizin övladınız digər valideynlər tərəfindən qəbul olunmayacaqlar, həmin məktəbdə bullyinqə uğrayacaqlar kimi ifadələr eşidirlər və bu onları çox narahat edir. Narahat olmağa əslində əsaslar var. Təbii ki, məktəb prosesində müəyyən problemlər yaşanır. Lakin bu, heç bir uşağı təhsildən yayındırmağa əsas deyil və inkişaf etaplarında müəyyən problemlər olan uşaqların təhsil prosesini biz ilkin etapda Qüsursuz Nitq İnklüziv Təhsil Şöbəsi olaraq müəyyən metodlarla aparırıq. İlkin etapda məktəbə qədər proqramla başlayırıq. Bu proqramda müxtəlif tapşırıqlar var, hansı ki, ilkin etapda uşaq kiçik motor bacarıqlarında zəifliyi varsa, biz başlayırıq kiçik motorika üzərində çalışmağa, daha sonra savad təlimi üzərində çalışırıq, ətraf mühitlə daha yaxşı adaptasiya olması üçün dəstək oluruq və məktəbə adaptasiya proqramımız uşaqların məktəb prosesinə doğru düzgün şəkildə hazırlanmasına dəstək olur. Burada məsələn ən çox autizm spektr pozuntusu olan uşaqların sayı çox təəssüf ilə artmışdır.
çalışmaqdadır və həmin valideynlər düşünürlər ki, onların övladları heç zaman məktəbə gedə bilməyəcəklər. Lakin yaxşı reabilitasiya gördükləri təqdirdə və məktəb proqramına öncədən hazırlaşdıqları təqdirdə məktəbə gedə bilirlər. Və komissiyalar yaradılıb, inklüziv təhsil komissiyalarıdır, hansı ki, sırf inklüziv təhsilə, xüsusi təhsilə və evdə təhsilə yönəldilir bu komissiyalarda. Valideynlər sənədlər toplayırlar və komissiyalara müraciət edirlər. Bundan sonra isə artıq komissiyada olan belə deyək, mütəxəssislər qərar verirlər ki, uşaq harada təhsil ala bilər. Və burada məncə valideynlərə maraqlı olan bir şeylər ortalığa çıxa bilər. Təbii ki, məktəbə və dövlət məktəblərinə getmə proqramlarında müəyyən sənədləşmə və müəyyən periodlar ola bilər. Amma bəzi valideynlər də var ki, birincili olaraq ilkin müdaxiləni belə mərkəzlərdə, özəl mərkəzlərdə həyata keçirmək istəyirlər. Amma onlar tərəddüd içində qalırlar ki, misal üçün, bu gün mənim uşağımda belə bir tutaq ki, autizm spektr pozuntusu varsa, ya da mənim uşağım Down sindromu varsa, mənim uşağımda bu diaqnoz olaraq təsdiqlənibsə, mənim uşağım hər hansısa bir bu diaqnozu təsdiqləndiyi halda bugünə qədər danışa bilməyibsə, tutaq ki, 4 yaşına qədər, 5 yaşına qədər, o hansısa bacarığa yiyələnə bilərmi? O hansısa yazı prosesini həyata keçirə bilərmi? Bu uşaq kiçik yaşlarında zorla, çətinliklə hər hansısa sözləri öyrənib, çətinliklə müəyyən sözləri deməyi bacarıb. Bu uşaq inklüziv təhsildə nə dərəcədə irəli gedə bilər, nə qazana bilər? Öz təcrübənizdən istəyərdim ki, valideynlərimizə motivasiya olsun deyə. Çünki bu gün hər bir ana, hər bir ata istəyir ki, övladını çantası çiynində, əlində kitabı, əlində qələmi belə bir aktiv vəziyyətdə görsün. Hər kəs üçün birincili arzu övladını məktəbə gedərkən görməkdir. Təbii ki, təəssüflər olsun ki, bəzən bu hər uşağa nəsib olmasa belə, amma biz mütəxəssislərin fərqi də budur ki, belə deyəm, bəzən hər kəs tərəfindən olmayacağı inancını belə deyək, inkar edib olacağı inancını formalaşdırmaq. Bizim burada əlimizdən nələr gəlir? Məsələn, bizim şöbəmizdə tutaq ki, onlardan artıq oxuya bilir. Biz onunla oxu təlimini həyata keçirmişik, uzun sözlərə keçmişik, artıq oxuya bilir, yaza bilir və komissiyadan keçdiyi zaman da bildiriblər ki, bu böyük bir uğurdur. Həm valideynin, həm mərkəz olaraq bizim. İlkin etapda mərkəzimizə yaxınlaşdıqları zaman həmin balamızın heç bir belə deyək, nitqi yox idi, psixoloji cəhətdən müəyyən problemləri vardı və pedaqoji cəhətdən də ən son etapda biz artıq inklüziv təhsil şöbəsi olaraq onu hazırladıq. Mənə keçən həftə artıq onun mesajı gəldi ki, balamız məktəbə qəbul olub. Hətta mən onu həmin məktəbdə tapşırdım ki, daha yaxşı şəkildə onu tanısınlar. Onun fərdi xüsusiyyətlərini müəlliməyə bildirdim ki, məsələn, yanaşdığınız zaman bu şəkildə yanaşa bilərsiniz, o sizə daha yaxşı cavablar verə bilər və fərdi xüsusiyyətləri bildikləri zaman uşağı kəşf etmək lazımdır. Uşağı kəşf etdiyimiz zaman daha çox şey əldə edirik təlim prosesində. Bu çox önəmlidir. Çünki bəzən düşünürlər ki, bir metod seçim və o metoddan istifadə edim.
Ancaq bir metod bütün uşaqlara, yəni nəticə vermir. Ona görə fərdi yanaşaraq, fərdi proqramlar qururuq, hər bir uşağın fərdi ehtiyaclarına uyğun olaraq. Proqramı qurduqdan sonra isə artıq baxırıq, bu proqramda hədəflər qoyuruq. Bir ay içərisində biz balamıza nələr qazandıra bilərik, valideynlə söhbətlər aparırıq, ev tapşırıqları veririk. Ev tapşırıqlarda xüsusi tapşırıqlar olur. Valideyni həm video şəklində, həm dəftər, kitabçalar, iş dəftərləri üzərində verilir və bu iş dəftərləri də Qüsursuz Nitq Mərkəzinin İnklüziv Təhsil şöbəsinə belə deyək, məxsusdur. Özüm müəllifiyəm və həmin tapşırıqlar həqiqətən də effektivdir. Daha sonra biz məktəb proqramı ilə də müəyyən modifikasiyalar edərək balamızı o proqramla da işləyirik ki, məktəbə getdiyi zaman çətinliklərlə üzləşməsin. Çox gözəl Humay xanım. Bayaq da qeyd elədiniz. O nüansa mən hər zaman bir psixoloq olaraq da qeyd edirəm. Siz də bilirəm ki, bu nüansa çox önəm verirsiniz. Ümumiyyətlə bu özəl qayğıya, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil prosesində onlara təhsil verən müəllimlərin sırf müəllimlik bilik savadına malik olmaları deyil də, psixoloji və pedaqoji yanaşma üsullarını bilmələrinə də çox ehtiyacımız var. Oradakı məqamınız çox, belə deyək, mütəxəssisyanə və professionalcasınadır ki, hansı ki, uşağı məktəbə yola saldıqdan sonra onu, yəni belə yola saldım, dərslərimiz və seanslarımız bitdi deyil. Siz ona qayğıkeşcəsinə yanaşıb öz müəlliminə öz tövsiyələrinizi verirsiniz Bəli, ki, hansı ki, o necə yanaşmalıdır, necə yanaşarsa uşaqların belə deyək, təlim prosesləri doğru ola bilər və bizim ümumiyyətlə psixoloji yanaşma olaraq öncəlikli, belə deyək, davranışımız, öncəlikli seçimimiz uşaqların öyrəndiyi yolu bilməmizdir. Bizim əsas məqsədimiz və əsas səbəbimiz, belə deyək, qarşımıza qoyduğumuz məqsəd uşaqların, belə deyək, bizim öyrətdiyimiz yoldan öyrənə bilməyən uşaqların onların öyrəndiyi yoldan öyrətməyi bəli, bacarmaq və, xüsusilə də uşaqlara öyrətməkdən öncə öyrənməyi öyrətmək. Burada təbii ki, müəllimlərlə paralel psixoloqlar, pedaqoqlar da öz sözünü deyir və paralelində də nitq qüsurlu, danışmağa müəyyən şəkildə çalışan, amma ağız aparatı, danışıq vasitələri olaraq ona icazə verməyən uşaqlara da loqopedik nitq korreksiyası dəstəyi də mütləq şəkildə lazımdır bəli. və düşünürəm ki, biz mütəxəssislər əl-ələ verərsək, öz işimizi, sənətimizi haqqı ilə, savadla icra edərsək, cəmiyyətimizə çox yararlı balalar qazandıra bilərik. Çünki mən özüm də bir mütəxəssis bir ana olaraq uşaqlara qüsurlu deməyin tamamilə Bəli, əleyhinəyəm. Eee, Rəhbərimiz Əsmira Qafarova da qüsursuz mərkəzin adını qoymaqda məqsədi isə qüsursuz. Çünki qüsurlu deyə bir şey görmürük və burda əsas məqsədimiz, əsas, xüsusi qayğıya ehtiyacı olan uşaqlara xüsusi dəstək göstərmək. Uşaqların bizim sevgimizə, öncəliklə bizim sevgimizə ehtiyacları var. Sonra da bizim doğru yanaşmamıza ehtiyacları var. bəli. Onun üçün də əl-ələ verib bütün mütəxəssislər olaraq onları sağlam şəkildə cəmiyyətimizə qazandırmalıyıq. Çox haqlısınız, həqiqətən gözəl vurğulayırsınız və bir, nüansı da qeyd etmək istəyirəm. Bəzən düşünürlər ki, müəllim sadəcə bilik verməlidir, lakin müəllim ilk növbədə marağı artırmalıdır ki, uşaq öyrənmə prosesinə cəlb olunsun və hal-hazırda, məktəbdə müəllimlərlə bizim ən çox yaşadığımız problemlər burada daha çox biliyə fokuslanmaq, marağın artırılmamasıdır və bəzən hiperaktiv, diqqət əksilliyi olan uşaqların təlim prosesində üzləşdiyi problemlərdir. Hansı ki, daha çox fokuslanırıq bilik ötürməyə. Burada artıq maraq qalır ikinci planda. Ona görə, belə diaqnozu olan uşaqlarla xüsusi yanaşmalar lazımdır. İstərdim ki, siz psixoloji cəhətdən bizə 1-2 nüanslar qeyd edəsiz ki, müəllimlər hansı nüanslardan, diqqət etməlidirlər sinifdə? Bəli, psixoloji yanaşma burada öncəlikli yanaşmadır. Çünki ən birinci biz bilməliyik ki, bir uşağa təhsil verməz ya da nəsə bir şey öyrətmək, hər hansısa bir qabiliyyəti ona aşılamaq üçün öncəliklə o uşaqla oyun yoldaşı olmaq
olmaq lazımdır. Yəni bir uşağın, xüsusilə də 6 yaşa qədər inkişaf dönəmində olan bir uşağın hər bir prosesi, inkişafı yemək kimi, su kimi oyundur. Əgər biz bir uşaqla oyun yoldaşı olmağı bacararıqsa, onunla doğru yanaşma ilə özümüzü sevdirməyi, onunla belə bir komanda işi qurmağı bacararıqsa, əmin olun ki, uşaq bizim bütün təlimatlarımızı icra etməyə çalışacaq. Bəzən yanlış yanaşma yolları olan mütəxəssislər izləyirik ki, onlar hansı ki, uşağa birbaşa öyrətməyə cəlb edir, stol arxasında otuzdurur, hər hansı üsuldan və uşağın o mühitə adaptasiyasını təmin etmədən, anadan güvənli şəkildə ayrılmasını təmin etmədən, uşaq ağlayır, tabe olmaq istəmir, həmin şəxsi istəmir. Amma biz öncəlikli bilməliyik ki, o uşağın hər hansısa bir narahatçılığı olsa da inkişafında, o uşağın xüsusi qayğıya ehtiyacı olsa da, o uşağın da duyğuları var, o uşağın da hissləri var və o uşaq da ana qayğısı istəyir bizdən və biz birincili olaraq anadan uşağın bütün ehtiyaclarını, bütün sevdiyi bir prosesləri, nəyi sevir, hansı yeməyi sevir, hansı oyuncaqla necə oynamağı sevir, necə yanaşmaq sevir, günün hansı saatında özünü aktiv hiss edir, günün hansı saatında passivdir, yuxulu zamanlarında necə olur, incinərsə, ağlayarsa necə sakitləşdirilib bu günə kimi bütün informasiyaları valideynlərdən toplayırıq. Ondan sonra isə yanaşmamızı təbii ki, sevgi, sevgi, yenə də sevgi. Çünki uşaq bizim ona həqiqətən yoxsa da sadəcə belə deyək də, dırnaqarası sevgi göstərdiyimizi hiss edir. Yaşından, sindromundan, diaqnozundan asılı olmayaraq bütün uşaqlar onlara qarşı olan doğru sevgini hiss edirlər və uşaq həqiqətən də sevildiyini güvəndə hiss etdiyi yerdə təlimə də adaptasiya olur və digər ona aşılanan proseslərə də adaptasiya olur. Onun üçün də biz mütəxəssis olaraq ən birinci uşaq üçün güvənli zona olmağı bacarmalıyıq. Bizim otağımız da, bizim baxışlarımız da, bizim sözlərimiz də, nəfəsimiz də onun üçün güvənli bir zona olmalıdır. Biz əgər o güvənli zona olmağı bacarsaq, onu ana qucağı kimi güvənli yerdən ayırıb öz zonamızda sağlam şəkildə təlim verib, valideynlə, ailə ilə birlikdə sağlam şəkildə terapiyamızı sürdürə bilərik. Çox sağ olun, təşəkkür edirik. Düşünürəm bu gün mövzumuz ailələrimizə və belə deyək, bizi izləyənlərə maraqlı olar və daha maraqlı, daha arzu olunan, daha terapiya dadında mövzularla yenidən qarşınızda olacağıq.